Mən Əhmədova Könül. Bir ilə yaxındır ki, ev almışam. Həmin o evin sənədini, orijinal sənədi olmadığına görə, özəlləşdirmə, çıxarış olmadığına görə, evi alqı-satqı yolu ilə yox, etibarnamə yolu ilə alqı-satqı olub. Öz aramızda alqı-satqı deyək də, amma notariusda etibarnamə yolu ilə verilir aldığımız ev. Çünki bu sənədin orijinalı yoxdur. Bunun orijinalını almaq üçün arxiv idarələrinə getmişəm. Deməli, Abşeron arxiv idarəsindən belə bir sənədin bizdə olmadığını rəsmi surətdə bildiriblər. Milli arxiv idarəsinə müraciət eləmişəm. Onlar milli, bir də ictimai-siyasi arxiv idarəsinə. İki yerdən də bildirdilər ki, bizdə belə bir sənəd ümumiyyətlə olmur, müraciət eləməyimizə dəymir. Bilmək istəyirdim ki, bax, əgər bu kopya varsa, demək bunun orijinalı da var. Hardasa var. Amma bütün idarələr deyir ki, bizdə belə bir sənəd yoxdur. Kopya orijinaldan çıxarılır da, olmayan şeyin necə kopyası çıxarıla bilər? Müraciət elədim icra hakimiyyətlərinə, oradan bildirdilər, bizdə belə bir sənəd yoxdur. Daha sonra müraciət elədim Nazirlər Kabinetinə. Nazirlər Kabinetində ərizəmi ünvanladılar İqtisadiyyat Nazirliyinə. İqtisadiyyat Nazirliyi də ünvanlayıb Kassasiya İdarəsidir, nədir, ora. Bildiriblər ki, deməli İqtisadiyyat Nazirliyindən bildirdilər, mən müraciət eləmişdim 15 apreldə Nazirlər Kabinetinə. Nazirlər Kabineti 17 apreldə ünvanlayıb İqtisadiyyat Nazirliyinə, İqtisadiyyat Nazirliyi Kassasiya İdarəsinə iyunun 3-ünə mən güya cavab almalıydım. İndiyənə kimi cavab yoxdur. Özəlləşdirmə mümkün deyil. Nəinki məndə. Bütün evlər buralarda hamısı bu cür yolla alqı-satqıya gedir. Yəni etibarnamə yolu ilə. Alqı-satqı deyil. Alqı-satqı olmadığına görə də özəlləşdirmək mümkün deyil. İlham Əliyevin də qəbul elədiyi qərarla biz özəlləşdirməmiş evlərə işıq, qaz, su, heç bir kommunal çəkə bilmirik. Bugünə qədər bir ildir mən burada yaşayıram. Qazımız yox, işığımız yox, suyumuz da yox. Suyu da pulla alırıq. İşığı da qonşum, sağ olsun qonşum mənə xət verib. Onun sayğacına qoşulmuşam. O da artıq mənə xəbərdarlıq eləyib ki, kəsəcəm sənin işığı verməyəcəm. Öz başının çarəsinə bax. Mən bilmək istəyirdim, İlham Əliyev, sən işıqsız, qazsız, susuz evdə oturardın. Mənim mülkiyyət hüququm var, vətəndaş olaraq. Mənim vətəndaş hüququm var. Mənim sosial hüququm var. Hər bir hüquqlarımı tapdalayıbsan.
Mən evimə nə işıq çəkə bilirəm, nə qaz çəkə bilirəm. Bütün qışı da mən qazsız qaldım. Evim soyuq, uşaqlarım xəstələndi, xəstəxana yollarında qaldım, müalicələr aldı uşaqlarım. Ancaq elə qarnımıza, güclə qazandığımızı, qarnımıza verməli olduğumuz halda sənin bizə çəkdirdiyin ancaq ziyanlarını ödədik. Budur sənin inkişaf eləmiş dövlət, budur sürətlə getdiyin dövlət. Sən hara baxırsan sənin villalarındır, hara baxırsan sənin mülklərindir. Sən o mülkləri qazsız, işıqsız orada otura bilərsən. O mülklərində qazsız, işıqsız otura bilərsən İlham Əliyev. Nəyə görə mən uşaqlarımı soyuq evdə saxlamalıyam, qaranlıq evdə saxlamalıyam. Mənim də uşaqlarımın, sənin uşaqlarının hüquqları qədər hüquqları var, haqqı var. Mənim balalarımın haqqını sənin balaların yeyir. Mən evimin Xəzər rayonunda yaşayıram. İşığa müraciət eləmədim. Çünki qoyulan rüşvəti mən ödəyə bilmirəm. Qaza da müraciət eləyə bilmirəm. Çünki 4000, minimum 4000 rüşvət istəyirlər. Hardan almalıyam mən? Ölkədə iş var, deyirsən, heç bir iş tapa bilmirik. İnkişaf var, inkişaf görmürük. Ay İlham, nə fikirləşirsən? Bu vətəndaşlar neynəməlidir? Elə başımızdan basarsan, biz də sakit durmalıyıq. Biz susaq, sən elə talayasan, ölkə neft ölkəsidir, qaz ölkəsidir. Bütün qızıl, filiz, hər bir şey ölkəmizdən çıxır, amma vətəndaşları səfalət günündə yaşayır. Mən tələb eləyirəm, mənim evimə işıq da çəkilməlidir. Mən sənin qoyduğun rüşvətləri mən ödəyə bilmirəm. 1500-2000 manat mən aparıb işığa verə bilmirəm. 4000-5000 qaza verə bilmirəm. Mənim uşaqlarım da yeməlidir, yaşamalıdır, şəraiti olmalıdır. Biz də uşaqlarımızı böyütməliyik. Necə ki sən nəinki uşaqlarını, nəvələrvə də mülklər buraxırsan. Bizim haqlarımızla uşaqların, nəvələrin milyardlar sahibi olur. Xahiş edirəm, bunu paylaşın. Hər kəs paylaşsın. Vətəndaş hüquqlarımız tapdanmamalıdır. Bizim evimiz, qaz ölkəsi olduğumuz halda evimiz qazsız qalmamalıdır. Bizim qazlarımız ermənilərdən beləsinə gedir, Avropaya gedir. Hara baxırsan, hər bir tərəfə xət verilib. Bizsə qazsız, işıqsız otururuq. Mən tələb eləyirəm, İlham Əliyev. İnkişaf elədiyin ölkə inkişaf eləməyib. Biz İbtidai icma dövründə artıq yaşayırıq. Feodalizmlə də geriyə getmişik. Mənim işığım təmin olunmalıdır, qazım təmin olunmalıdır. Yoxsa mən çıxıb aksiyalar eləyəcəm. İstənilən yerdə, qaz idarələrinin qabağında, enerjinin qabağında hər bir tərəfdə gedib aksiya eləyəcəm. Xəzər polis idarəsi də məni də yaxşı tanıyır, nömrəmə kimi də hamısını bilirlər. Lazım olan vaxtı istənilən adamı istənilən yerdən tapıb çıxardırsınız. Siqnal istəyirsiniz, siqnal verəndə həbs eləyirsiniz. Qəşəng məlumatınız da var, kim hardan siqnalı verir. Mənim işığım, qazım olmalıdır.